X kvadrat çıxılsın 4x minus 1 bərabər 0 tənliyinin kökləri cəmini tapın. Viet teoreminə əsasən köklər cəmi x1 plus x2 yəni. Əks işarə ilə ikinci həddin əmsalına bərabərdir, yəni 4-ə bərabərdir. Cavab Y variantı. ABC iti bucaqlı üçbucağın A və B təpələrindən çəkilən hündürlükləri arasındakı bucaq 115 dərəcə olarsa C bucağını tapın. Deməli, iti bucaqlı üçbucaqdır. Hündürlüklər daxildə kəsişir. 2 A və B təpələrindən çəkilən hündürlüklər arasındakı bucaq 115 dərəcədir. Onda 115 dərəcənin qonşusu olacaq 65 dərəcə. Buna bir O nöqtəsi desək, buna da bir H desək, AOH üçbucağına görə yenidən bura olacaq 15 dərəcə. Daha doğrusu 25 dərəcə olacaq. 90 dərəcə olacaq. 90-dan 65 çıxırıq. Deməli, yenə ACF üçbucağına əsasən ACF üçbucağında, yəni bu üçbucağı çəksək, belə bir düz bucaqlı üçbucaqdır. Daha doğrusu %90 dərəcə, 25 dərəcə, yəni o C'dir, A'dır, F'dir. C bucağı ilə 65 dərəcə olacaq. Yəni birbaşa deyə bilərik ki, bu hündürlüklər arasında qalan bucaqla C bucağının cəmi 180 olmalı. Yəni 180-dən 115 də çıxmaq olardı. Cavab 65. Y variantı. Kök hattı ABC tam ədəd olarsa, ABC-nin mümkün qiymətlər sayını tap. Yəni, kökdən tam çıxan 3 rəqəmli ədədlər bizə lazımdır. Bu birinci ədəd 100-dür, ikinci. Yəni, bu ədədləri təbii ki, biz belə də yaza bilərik. 10-un kvadratı 100 eləyəcək, 11-də 121-dir, 12, 13, ta biz neçəyə qədər gedə bilərik? 32-nin kvadratı 1024-dür. Deməli, 32 artıq 1024 4 rəqəmli ədəddir. 31 961 olacaq. Deməli 31-ə qədər, 10-dan 31-ə qədər daxildir hər ikisi də. 31-dən 10 çıxıb üzərinə 1 gəlirik. Yəni 22 belə ədəd vardır. Cavab B-dir. Modulda x-3 bərabər 5 tənliyinin kökləri hasilini tapın. Modulda x-3 bərabər 5, x-3 ya 5-dir və ya x-3 mənfi 5-dir. x1 8 olacaq, x2 isə mənfi 2 olacaq. Köklər hasili isə mənfi 16 A variantı. A, B, C natural ədədləri üçün A bərabərdir 2B, o da bərabərdir 3B olarsa, A plus B plus C cəminin ən kiçik qiymətini tapın. Deməli, biz A'ya 6K desək, B olacaq 3K, C isə 2K olacaq. Bunların cəmi isə A plus B plus C bərabərdir 11K'dır. 11K'nın ən kiçik qiyməti təbii ki 11'dir. Cavab A variantı. ABCD rombunda bucaq CDB 60-53 dərəcədir. Onda BD təmbərin olduğundan ADB də 53 dərəcə olacaq.
Bucaq BAD isə 180 çıxılsın 53 üstə gəl 53, yəni 106 olacaq. Bu isə 74 edər. Cavab Y variantı. Sadələşdirin. Müxtəsər Ruma düsturuna əsasən bu ifadəni 5-in kvadratı çıx kök adlı 21-in kvadratı kimi yaza bilərik. Bu isə 25 çıx 21, yəni kök altda 4 bərabərdir 2 olar. Cavab Y-dir. X, Y, Z ədədlərinin ədədi ortası 14 və A bərabərdir X plus Y plus Z olarsa, A və 18 ədədlərinin ədədi ortasını tapın. A bərabərdir. Deməli, X, Y, Z-in cəmidir. Biz əvvəlcə X plus Y plus Z-in ədədi ortası 14 olduğundan X plus Y plus Z 42 olacaq. Yəni A 42-dir. 42 ilə 18-in ədədi ortası 42 üstəgəl 18 bölü 2 eləcə 30. Cavab C-dir. Şəkildə A paraleldir B olarsa alfanı tapın. Deməli, bu paralel xəttləri uzatsaq, bucaq 35 dərəcə olacaq, digər bucaq 180 çıx alfa olacaq və 35 ilə 180 çıx alfanın cəmi 55-ə bərabərdir. Buradan alfa bərabərdir 215 çıxılsın 55, yəni 160 dərəcə olacaq. Cavab B variantı. Hesablayın. 0,4-6 üstə gəl 8-də 2 üstə gəl 3-də 1. 0,4-6 9-da 6, yəni ixtisarləsək 3-də 2 deməkdir. Üstə gəl burada da ixtisarləsək 4-də 1, üstə gəl 3-də 1. 3-də 2 ilə 3-də 1-in cəmi 1 eləyəcək. 1,4-də 1, yəni 1,25. Cavab B-dir. Tərəfləri ardıcıl rəqəmlər olan neçə tərəfləri ardıcıl rəqəmlər olan neçə üçbucaq var? Ardıcıl rəqəmlər 1, 2, 3, 2, 3, 5, daha doğrusu 2, 3, 4, 3, 4, 5, 4, 5, 6, 6, daha doğrusu 5, 5, 6, 7, 6, 8, 6, 7, 8 və 7, 8, 9. Artıq 8, 9, 10 bu ardıcıl deyil. Bunlardan birincisi ola bilməz, çünki üçbucaq bərabərsizliyi pozulur. Bir tərəf iki tərəfin cəminə bərabərdir. Qalan hallarda isə üçbucaq bərabərsizliyi ödənilir. Deməli 1, 2, 3, 4, 5, 6. Deməli 6 belə üçbucaq vardır. Cavab B variantı. 4'də 3 hissəsi ilə altda bir hissəsinin cəmi 33 olan ədədi tapın. 4'də 3x üstə gəl 6'da 1x bərabərdir 33. 12'də
9x üstə gəl 12-də 2x bərabərdir 33. 12-də 11x 33x olacaq 36. Cavab Y. A bölünsün B bərabər B bölünsün C olarsa, A kvadrat üstə gəl B kvadrat bölünsün A plus C ifadəsini sadələşdirin. Verilən şərtdən B kvadrat bərabərdir AC alırıq. Tənasüb əsasən. Bunu soruşulan ifadədə nəzərə alsaq, A kvadrat üstə gəl AC bölünsün A plus C. Yuxarıdan A-nı ortaq vurub çıxarsaq, A plus C-lər gedəcək, qalacaq A. Cavab Y. Eyni dayanacaqda hərəkətə başlayan avtobuslardan biri 28 dəqiqədən sonra, digəri isə 35 dəqiqədən sonra həmin dayanacaqda olur. Ən azı neçə dəqiqədən sonra avtobusların hər ikisi bu dayanacaqda olar. Təbii ki, biz 28 və 35-in əkobunu tapmalıyıq. Əkob 28, 35. 7-ni vuruq çıxarsaq, əkob 4, 5. 4, 5 qarşılıqlı sadədir. Əkobu 20-dir. Cavab 140-dır. Deməli, ən azı 140 dəqiqədən sonra hər iki avtobus bu dayanacaqda olacaq. Düzbucaqlı diaqonalların kəsişmə nöqtəsindən onun tərəflərinə qədər məsafələr 2/3 nisbətindədir. Düzbucağının perimetri 70 cm olarsa, onun kiçik tərəfinin uzunluğunu tapın. Deməli, diaqonalların kəsişməsindən tərəflərə qədər məsafə 2-3 nisbətindədir. Deyək ki, belə 3x-dir. Məsafə perpendikular təbii ki 2x-dir. Onda məsafələr də eyni ilə 3x, 2x olacaq. Onda düzbucaqlının tərəfi 4x və 6x olacaq. Onda perimetr 20x olacaq. Çünki bura 6x və 4x-dir. 20x bərabərdir 70, x bərabərdir 3,5. Kiçik tərəf 4x olduğuna görə 4 vurulsun 3,5 bərabərdir 14. Cavab 14'tür. ABC çoxluqları üçün A B çoxluğunun açıqlığı B ise C çoxluğunun açıqlığıdır. NA 5 olarsa verilən ifadənin qiymətini tapın. Deməli, C kəsişmə A təbii ki A olacaq, çünki A C'nin açıqlığıdır. A kəsişmə B yenə A olacaq. B kəsişmə C kəsişmə A yenə A-ya bərabər olacaq. Ona görə də bu ifadələrin hər birinin qiyməti NA-ya bərabərdir. Yəni NA üstə gəl NA üstə gəl NA-dır. O isə 15'ə bərabərdir. Cavab 15'dir. X kvadrat çıxılsın AX çıxılsın 4 3 həddisinin vuruqlarından biri x-1 olarsa, digər vuruğun əmsalları cəmini tapın. Deməli, vuruqlardan biri x-1'dirsə, biz əvvəlcə A-nı tapa bilərik. Deməli, bu 3 həddini sıfıra çevirən qiymətlərdən biri 1'dir. Yəni, x bərabər 1 olduqda çox həddli sıfıra bərabər qiymət alır. 1 çıxılsın, A çıxılsın 4 bərabərdir 0. A bərabərdir -3 olar. Onda çox hədli x kvadrat çıxılsın daha doğrusu üstə gəlsin 3x çıxılsın 4 şəklində olar. Bunu isə biz
x çıx 1, x plus 4 şəklində yaza bilərik. Deməli, digər vuruq x plus 4'dür. Onun əmsalları cəmi isə 1 və 4'dür. Əmsalları 1 və 4'dür. Cəmi isə 5 olacaq. Cavab 5'dir. Dörd kiçikdir a, o da kiçikdir 5 olarsa, modulda a-3 üstəgəl modulda a-6 plus 2 ifadəsinin qiymətini tapın. Modul ifadələri sadələşdirmək üçün modul daxilindəki ifadənin işarəsini bilməliyik. Yəni a-3'ün işarəsi və a-6'ın işarəsi bizə lazımdır. A 4 və 5 arasında olduğuna görə a-3 mənfidir. A-6 da daha doğrusu a-3 müsbətdir. A-6 mənfidir. Çünki a 3'dən böyük ədəddir. 4 və 5 arasında. Deməli, birinci ifadənin modulu özünə bərabər olacaq. İkinci isə əksi olacaq. Yəni 6 çıxa olacaq. Üstəgəl 2. A'lar gedəcək. Mənfi 3 üstə 6 3 eləyəcək. 3 üstə 2 5. Cavab 5 olar. Katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlüyünü tapın. Katetləri 6 və 8'dirsə, hipotenuza x desək, Pifagor teoreminə görə x bərabər olacaq. Kök altında 6'nın kvadratı üstəgəl 8'in kvadratı, yəni 10. Və düzbucaq təpəsindən çəkilən h, hündürlük yəni, bərabərdir a vur b böl c, yəni 6 vur 8 böl 10, 4 tam onda 8 olar. Cavab 4 tam onda 8. Sadələşdirin. Verilən kəsiri aşağıdakı kimi yaza bilərik. 3-cü dərəcədən 16 bölü 2, üstəgəl 3-cü dərəcədən 54 bölü 2, üstəgəl 3-cü dərəcədən 128 bölü 2. Bərabərdir 3-cü dərəcədən 8, üstəgəl 3-cü dərəcədən 27, üstəgəl 3-cü dərəcədən 64. Bu da bərabərdir 2 üstəgəl 3 üstəgəl 4, bərabərdir 9. Perimetri 56 cm olan çoxbucaqlının, düzgün çoxbucaqlının bir xarici bucağı 45 dərəcə olarsa, onun tərəfinin uzunluğunu tapın. Xarici bucaqlar cəmi 360 olduğundan 360'ı 45'e bölsək, alarıq 8. Deməli, bu 8 bucaqlıdır. 56'nı da 8'e bölsək, onun bir tərəfinin uzunluğunu taparıq, yəni 7. A'nın hansı qiymətində x kvadrat çıx a'yı 10x çıx a bərabər 0 tənlinin 2 bərabər kökü var. 2 bərabər kök olması üçün diskriminant 0'a bərabər olmalıdır. 100 çıxılsın, daha doğrusu burada üstəgəl olacaq 4a bərabərdir 0, a bərabərdir mənfi 25. Cavab mənfi 25'dir. ABCD paralelogramının A bucağının təmbələrinin BC tərəfinin 5 və 8 cm, 5 və 7 cm olmaqla 2 hissəyə ayırır. Paralelogramın perimetrinin böyük qiymətini tap. Paralelogramı çəkək. A bucağının təmbələrinin ABC yazaq. A bucağının təmbələrinin BC tərəfini 5 və 7 olan 2 hissəyə ayırır. Bu kəsişmə nöqtəsi Y ilə işarələsək, BY A bucağı, yəni bu bucaq da alfa olacaq, çünki daxili çarpaz bucaqlardır. Onda burada bərabər yanlı 3 bucaq alaraq, yəni AB də 5 olacaq. Burada perimetr 5 üstəgəl 12 vurulsun 2 olar. Bərabərdir 34 olar. Digər tərəfdən əgər 7 5 bölərsə, burada bizə deyilmir.
hansı hissə 5-dir, hansı hissə 7-dir. Yəni biz BY-ni 7 götürsək, o zaman yan tərəflərdən biri 7 olacaq. Perimetr daha çox olacaq. P bərabər olacaq. 7 plus 12 vur 2, yəni 38 olar. Cavab 38. Atanın yaşı oğlun yaşından 7 dəfə çoxdur. Atanın yaşını biz 7x, oğlun yaşını isə x götürsək, 5 ildən sonra təbii ki, ata olacaq 7x plus 5, oğul olacaq x plus 5 və 4 dəfə çox olacaq. Atanın yaşı deməli, oğlun yaşını 4-ə vursaq, atanın yaşına bərabər olacaq. 7x plus 5 bərabərdir 4x plus 20, 3x bərabərdir 15, x 5-ə bərabərdir. Atanın indi neçə yaşı var? Təbii ki, 35 yaşı vardır. Oğlun da 5 yaşı vardır. Cavab 35. Kvadratın diagonalı 12 cm olarsa, təpələri bu kvadratın tərəflərinin orta nöqtələrində olan kvadratın diagonalını tapın. Deməli, kvadratın diagonalı 12'dir. Təpələri bu kvadratın tərəflərinin orta nöqtəsində olan belə bir kvadrat çəkək. Təbii ki, bunlar orta nöqtə olduğuna görə alınmış kvadratın tərəfi diagonalın yarısı olacaq. Çünki burada orta xətt olacaq tərəf. Yəni diagonala biz AB desək, daha doğrusu kvadratın tərəfini ABCD yazaq və içəridəki kvadratın tərəfini MNPQ yazsaq, MN AC-nin yarısı olacaq, çünki MN orta xəttdir. Yəni AC əgər 12-dirsə, MN 6-dır. Deməli, kiçik kvadratın tərəfi 6-dır. Onda onun diagonalı təbii ki 6 kök 2 olacaq. Cavab 6 kök 2.